Salam, hər vaxtınız xeyir. Mən riyaziyyat müəllimi Nurlan müəllim. Bu günləri faiz mövzusu haqqında məlumat vermək istəyirəm sizə. İlk öncə sadə anlayışlardan başlayıb, daha sonra orta və çətin tipli nümunələr üzərində faiz mövzusunu aydınlaşdıraq. Deməli, ən sadə, ən bəsit hissədən başlayaq. Ədədin faizinin tapılması. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100%-ə bölmək lazımdır. Nə deməkdir bu? Məsələn, bizə hər hansı bir ədəd verir. Tutaq ki, 50 ədədi. 50 ədədinin 10%-ini tapın. Nə edirəm burada? 50 ədədini 10%-ə vurub 100%-ə bölməliyim. Sıfırlar ixtisar gedir. Cavab 5 qalır. İndi isə faizinə görə ədədin tapılması. 10%, 50 olan ədədi tapmaq lazımdır. Burada nə iş görürəm? Ədəd yenə surətdədir. Ədədi vururam 100%, bölürəm 10%. Sıfırlar ixtisar getdi. Cavab 500 alındı. Bu belə. İndi isə başlayaq nədən? Ədədi müəyyən faiz artırmaq, azaltmaq. Nisbətən özüm də dərslərdə müşahidə etmişəm. Şagirdlər bunu ağır, çətin yollarla həll edir. Ehtiyac yoxdur. Deməli, məsələn bizə deyir, hər hansı bir ədəd var. X ədədi. Bu X ədədin 10% artırın. Normalda necə həll edirik? Yazırıq X üzərinə gəlinsin. X-in 10%. Uşaqlar, bir də hər dəfə bu faiz işarələrini yazmayacağam mən. Deməli, X üzərinə gəlinsin 0,1x. Cavab 1,1x edir. Mən bu üsulu sevmirəm. Necə həll edirik? X-i 10% artırmaq. Hər bir cəmiyyət dəyişməzdən öncə 100% təşkil edir. X-i da 10% artırmaq, yəni 100% varım idi, 10% də üzərinə gəldim. Ümumilikdə faizim oldu 110%. Yəni X-in 110%-ini tapmaq. Necə tapıram? X-i vururam 110%-ə, bölürəm 100%. 0 ixtisar getdi. Oldu 11x bölünsün 10. Bu da 1,1x edər. Bu belə. Sonra bizə deyir, faizi ədədə çevir, ədədi faizə çevir. Necə edirik bunu? Məsələn, deyir, 25%-i kəsrlə ifadə et. Kəsr ədədlə ifadə etmək lazımdır. Nə edirəm burada? Yadınızda saxlayın. Faiz işarəsi varsa, deməli faizə bölməliyəm. Yəni 100%-ə bölməliyəm ki, bu faiz işarələri ixtisar getsin. Qalır %25. Onluq kəsrə çevirsək 0,25 eləyir. 25% 0,25 ədədinə bərabərdir. Başqa bir nümunə. Məsələn, 0,46 %46% kəsrlə ifadə elə. Bölməliyəm 100%-i. Onluq kəsri də 10-a, 100-ə, 1000-ə və s. bölsək, sıfırların sayı qədər vergül sola, vuranda isə sağa sürüşür. İndi burada vergül 2 vahid sola sürüşəcəyindən cavab olacaq 0,0046. Yəni 0,1046. Bu belə. İndi isə kəsr ədədi faizlə ifadə etmək. Burada nə iş görürük? Məsələn, bizə hər hansı bir kəsr ədədi verir. Məsələn, 7,25 ədədini faizlə ifadə et. Fikir versək, faiz işarəsi yoxdur. Mən bunu faizlə ifadə etməliyəm. Deməli, yanında faiz işarəsi olmalıdır. Nə iş görürəm? Vurmalıyam 100%. Cavab 725% edər. Məsələn, 0,003 ədədini faizlə ifadə et.
Vurmalıyam 100%. Cavab 0,3. Yəni sıfırların sayı qədər vergül sağa sürüşəcək. Yekun vergülüm buradan olur. 0,3%. Bu belə. İndi isə faiz artırmağı dedim. Faiz azaltmaqla da biraz nümunələrlə işləyək. Nə iş görürük? Məsələn, ədədi 25% azalt. Ədədim x-dır. Bu x ədədin 25% azaltmaq, x 100% idi axı. 25% azaldanda nəticə qalır 75%. Yəni 100-dən 25-in atdım. Əlimdə nə qaldı? 75-i. 100-ün 75%-ni taparam. X-in daha doğrusu 75%-ni taparam. X-i vuraram 75%-ə, bölərəm 100-ə. O da eləyər 0,175 x. Bu belə. Sonra belə bir sual verər. Deyər, ədədi əvvəlcə 20% azaltdı, daha sonra 30% artırdı. Ədəd necə dəyişər? Necə dəyişər? Hələ ki saxlayıram arxa plana. 20% azaldıb 30% artırmaq. Bu proses necə yerinə yetirilir? Burada diqqət edilməli olan məqam nədən ibarətdir? Sonra isə sözü, sonra sözü var. Yəni, yeni qiymət üzərində artıq ikinci faiz yerinə yetiriləcək. Nə deməkdir? Ədəd x-dır. X-ı 20% azaltdım. Neçə faizi qaldı x-ın? 80%. 0,8-ə, yəni %80-ə vururam x-ı. Cavab edir 0,8x. Sonra isə bunu 30% artırdım. 30% artıranda artıq mən bu 0,8x-in üzərində çalışacağım. Yəni 0,8x-i 30% artırmaq. Artıq 100%lik ədədim budur. Bunu 30% artırmaq %130-a vurmaq deməkdir. Bu sıfırla bu sıfır getdi. 13-ü də 10-a böləndə 1,3 eləyir. Yəni 0,8x-i vuracam 1,3-ə. Yekun 8 3-ün 24, 8 1-in 8, o da 2 10. Bir dənə də sıfırım var burada. Cavab 1,4 eləyir. Yəni 1,4 x alınır. Bir də yekun ədəd necə dəyişər desə, ədədim ilkin olaraq 100% idi. Elə deyilmi? 100% idi. Yəni x götürmüşdüm. Bu x ədədi dəyişdi, oldu 1,4x. Yəni x-dan 1,4x-a dəyişim baş verdi. X-dan 1,4x-a baş verən bu dəyişim görək neçə faiz altında baş verib. Deməli, burada qayda nədir? Deyir, aradakı fərqi, yəni x 1x deməkdir. Aradakı fərqi, əmsallar fərqinə baxıram. Bölürəm ilkin qiymətə, vururam 100-ə. 1 ilə 1,4-ün arasında nə qədər fərq var? 0,4 qədər. X-ını da yazaq. 0,4x qədər. İlkin qiyməti neçə idi? 1x, yəni x. Vururam bunu nəyə? 100-ə. X-lər ixtisar oldu. Cavab oldu 4. Yəni 4% artım baş verər. Oxuna göstərdim artımı. Bu belə. Daha sonra məsələn sual verər. Deyər, tutaq ki, malın qiyməti 100 manatdan 130 manata qalxdı. 100 manat idi. Oldu 130 manat.
Neçə faiz artım baş verib? Bunu tapmaq üçün aradakı fərqi 100 ilə 130-un arasındakı fərqi tapıram. 30 bölürəm ilkin qiymətə 100 manat qəbul eləmişdim. Vururam 100-ə. 100-lər ixtisar oldu. Cavab 30%. İndi artım yoxsa azalma? Əlbəttə ki, artıbdır. 100-130 manat oldu. Artım baş verdi. İndi isə başqa bir nümunəyə baxaq. Azalma ilə bağlı. Deyir, 100 manat idi malın qiyməti. Azaldı. 73 manat oldu. Neçə faiz azalma baş verib? Neçə faiz azalma baş verdiyini tapmaq üçün 100 ilə 73-ün arasındakı fərqi tapıram. Cavab 27-dir. Bölürəm ilkin qiymətə 100-ə, vururam 100%-ə. İndi bu videoya baxanda bəziləriniz deyəcək ki, nə var ki, burada 100 ilə işləyir. Yəni burada problem yoxdur. Əsas mahiyyət etibarilə nədən ibarətdir məsələ? Yəni iki kəmiyyət arasındakı və yaxud da ki, kəmiyyətin üzərində müəyyən əməliyyatlar icra etdikdən sonra aradakı faiz fərqini təyin etməkdir. Əsas məqsədimiz bundan ibarətdir. Məsələn, biraz daha ağır tipli suallara deyim. Tutaq ki, malın qiyməti 2 dəfə azaldı. Neçə faiz dəyişdi? 2 dəfə azaltdım malın qiymətini. X götürmüşdüm. Çalışın X falan götürməyin oradan. 100 götür elə malın qiymətini. 100. 2 dəfə azaltdım. Nə qədər oldu? 50. Neçə faiz dəyişər? Orada artar da verə bilər cavabda, azalar da verə bilər. İlk öncə sən aradakı fərqi təyin etməlisən. Aradakı fərq 50-dir. 50-ni bölərik ilkin qiymətə, vurarıq 100%-ə. 100-lər ixtisar gedər. Cavab 50%. Artar, azalar. Əlbəttə ki, azalıbdır. Başqa bir nümunə deyir, malın qiyməti 5 dəfə artdı. Neçə faiz dəyişər? Malın qiyməti X ilə işləmək istəsən, X götür. 5 dəfə artdı. Oldu 5X. Aradakı fərq nə qədərdir? 4X. Aradakı fərqi bölərəm ilkin qiymətə, vuraram 100%-ə. X-lərim ixtisar oldu. Cavab 400%. Bu qədər.